mənim əzizlərim, belə bir açılım eləyirik. Barışıq üçün film atacaqmı? Zamansız zamana niyyət etdim. Video nə zaman qarşınıza çıxsa o zamana aiddir. O münasibətinizə, əlaqənizə dəyər verir. Amma bunu göstərmək üçün hələ onun fürsətləri olmayıb. O həm öz həyatında, həm də münasibətdə məqsədlər qoyub və onlara çatmağa çalışır. O baş verənləri analiz edir, addım atmadan əvvəl hər şeyi dəyərləndirir, müqayisə edir. Əgər doğru enerji şərait olarsa, barışıq ehtimalı çox yüksəkdir. İçində buna barışmaq üçün böyük bir istəyi var. Barışığa gərginlik, daxili qarışıqlıq hissi mane olur. Hələ tam rahat deyil. Daxili stres onu gecikdirir. Ümumilikdə baxsaq, barışıq üçün niyyət var, fürsət də mövcuddur. O düşünür, hələ stres içindədir. Amma barışmaq niyyəti var. Barışıq üçün doğru zamanı gözləyir. Bu qədər mənim əzizlərim.